Allah insana verdiyi nemətlər zamanı, asayiş və rahatlıq vaxtı Allahdan razı olmaq şükür deməkdir. Şükrün mənası əsasən belədir. Yəni, Allahın nemətlərinə görə ona təşəkkür eləmək. O kəslər ki, sıxıntı vaxtı, bəla vaxtı şikayət edirlər, gileylənirlər, Allahdan narazıdırlar. Onlardan soruş ki, rahatlıq vaxtı nə qədər şükür edirdin? Nə dərəcədə Allahın verdiyi nemətlərə şükür edirdin? İndi ki, sən şikayət edirsən ki, mənim vəziyyətim pisdir, bir zaman vəziyyətin yaxşı olanda bəs necə? Təşəkkür edirdin, şükür edirdin, yoxsa yox? Bunu bir qayda olaraq sizə deyim ki, o kəslər ki, onlara nemət verilən vaxt Allaha şükür eləməyib, onlar bəla zamanı mütləq Allahdan şikayət eləyəcək.